Salam, hər vaxtınız xeyir olsun. Bugün 6-cı bölmə sınaq 2-nin izahına baxırıq. Birinci sualda deyilir ki, alkoqol hepatiti zamanı hansı toxuma çevrilməsi baş verir? Biz bilirik ki, alkoqol hepatiti qaraciyərdə yaranmış olur, çoxlu alkoqol qəbul edilməsi nəticəsində. Qaraciyərin özü xarici sekresiya vəzisidir və orada vəzili epitelidən təşkil olunmuşdur. Vəzili epiteli isə alkoqol çoxlu qəbul etdikdən sonra birləşdirici toxuma ilə əvəz olunur ki, qaraciyər bir daha özünü yenidən bərpa edə bilmir. Qanda qlükozanın miqdarı artdıqca sidiklə qlükoza xaric olunması prosesinə qlikozuruya deyilmiş olur. İlk sidik qədəhə bənzər kapsulda yaranmış olur. İnsanda embrional inkişafın rüşeym dövrü təbii ki, ciftin əmələ gəlməsi ilə başa çatır. Bundan sonra isə yeni dövr, döl dövrü başlamış olur. Bir qadında bizə deyir ki, bir qadında 28 günlük aybaşı sikli şəraitində sarı cisim qana cəmi 1092 gün hormon sintez etmişdir. Bu qadının maksimum neçə yaşı olar? Biz bilirik ki, bir ayda 14 gün qana hormon ifraz edirsə sarı cisim 1092 gün neçə ay etmiş olar? 1092-ni 14-ə böldükdə 78 ay etmiş olar. Biz bilirik ki, 28 günlük aybaşı siklində 1 ili 13 ay kimi götürürük. Çünki hər ay 28 günlük götürdükdə hər aydan 3-4 gün artıq qalır ki, 1 ili 13 ay kimi götürsək 78 ayımız x bərabərdir 6 il etmiş olar. Bizdən də qadının maksimum yaşını soruşmuş olur. Biz bilirik ki, cinsi yetişkənliyə qadın 10-12 yaşlarında çatır və maksimum yaşını istəyirdi. 12 yaşın üstünə 6 gələrik, 18 yaş etmiş olar. Cavabımız C variantı olacaq. Aybaşı sikli 28 gün davam edən yetkin qadın orqanizmində sarı cisim qana maksimum 182 gün hormon sintez etmişdir. Yenə də baxaq ki, və bu zaman sol yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn minimum neçə yönləndirici cisimcik qametlə eyni cinsi xromosom daşıyır. Onsuz da biz bilirik ki, qadınlarda yetişmə zonasına daxil olan hüceyrə XX xromosomlu olacaq ki, ondan əmələ gələn qamet və yönləndirici cisimciklərin hər bir, bax bu qamet olacaq. Bunlar isə yönləndirici cisimciklər. Baxın, yönləndirici cisimciklərin onsuz da 3 yönləndirici cisimciyin 3-ü də qametlə eyni cinsi xromosom, yəni X xromosomu daşımış olacaq. Və baxaq ki, 182 gün ərzində X qədər yumurta hüceyrə yaranırsa, bu zaman 14 gün əgər hormon sintez edərsə qana, bu zaman bir ayda bir dənə yumurta hüceyrəsi yaranacaq. Bu zaman 182 ilə 14 ixtisar apardıqda bir dəfə, 3 dəfə, yəni ki, x-imiz bərabər olacaq, 13 yumurta hüceyrə əmələ gəlmiş olacaq. Biz bilirik ki, 13 yumurta hüceyrə bizdən soruşur yalnız sol yumurtalığı. Biz tapmışıq hər iki yumurtalıqda cəmi 13 dənə yumurta hüceyrə əmələ gələcək. Və minimum soruşduğuna görə biz 13-ü yarıya bölməliyik və yarıya böldükdə 6 bir yumurtalıqda, 7 bir yumurtalıqda əmələ gələcək. Çünki bir ay, tutaq ki, sentyabrda sol yumurtalıqda əmələ gələndə, oktyabrda sağ yumurtalıqda, belə-belə solda, sağda, solda, sağda əmələ gələ-gələ gedir. Bizdən də minimum qiymət istədiyinə görə 13-ü 2 yerə böldükdə 6 və 7 rəqəmləri alınır. Minimum dediyinə görə 6 dənə yumurta hüceyrə ilə davam edərik və biz bilirik ki, normalda bir dənə qamet əmələ gəldikdə 3 dənə yönləndirici cisimcik qametlə eyni xromosom dəsti daşıyırsa, bəs 6 dənə yumurta hüceyrədə nə qədər olacaq? Cavab tapırıq ki, 18 dənə. Yəni cavabımız D variantı olar. 7-ci suala baxırıq. Aşağıdakı sxemdə nefronda olan qlükozanın miqdarı verilmişdir. Hansı rəqəmlə verilən damar və ya damarlar arteriyalardır? Biz bilirik ki, birinci gətirici arteriyadır. Daxil olandan sonra bu kapilyar yumacıqdır. Çünki kapilyar yumacıqda başlayır bütün qan ilk sidiyini, yəni tamamilə qədəhə bənzər kapsula axıtmağa. Sonra üçüncü çıxarıcı arteriyadır. Sonra dördüncü qıvrım kanalcıqların ətrafındakı kapilyarlardır.
Yəni dördüncü. Baxın buradan dördüncü. Beşinci isə artıq nefron venasıdır. Venası. Deməli, yenə deyirəm, birinci gətirici arteriyadır, ikinci kapilyar yumacıqdır, üçüncü çıxarıcı arteriyadır, dördüncü qıvrım kanalcıqların ətrafında yerləşən kapilyarlardır, beşinci isə nefron venasıdır. Ona görə biz bildik ki, birinci gətirici arteriyadır. Qanda qlükoza miqdarı maksimum idi. Çünki hələ gəlibdir və XCD əmələ gətirməyibdir. Sonra kapilyar yumacıqdan tamamilə süzüldükdən sonra qlükozanın hamısı qandan XCD-nin tərkibinə keçmiş olur. Və sonra üçüncüdə görürsünüz ki, çıxarıcı arteriyada miqdar aşağıya doğru düşmüş oldu. Sonra dördüncüdə baxırsınız ki, qıvrım kanalcıqların ətrafındakı kapilyarlarda geriyə sorulma reabsorbisiya nəticəsində XCD-nin tərkibindəki olan artıq miqdarda qlükoza geriyə doğru sorulmağa başladığına görə nefron venasında qlükozanın miqdarı gətirici arteriyadakı qədər olmasa da artmağa başladı. Ona görə ki, qandakı qlükozanın bir miqdarı böyrək hüceyrələri tərəfindən istifadə edilərək öz həyat fəaliyyətini, proseslərini həyata keçirmək üçün istifadə edib enerji əldə etmiş olacaq. Bu zaman bizdən arteriya damarlarını soruşurdu. Gətirici arteriya 1, çıxarıcı arteriya 3. Yəni cavabımız 7-də Y variantı olar. İnsan orqanizmində verilənlərdən hansının sayı təkdir? Təbii ki, prostat vəzinin sayı təkdir. Digərləri isə cütdür. Süd dişlərinin sayı, süd dişimiz 20-dir. Hansı hissəsini kəsici dişlər təşkil edər? 8, 20-də 8 ixtisar apardıqda 5-də 2 hissə qalar ki, o da cavabımız C variantı olar. Sinir toxmasının növ sayı 1-dir. Əzələ toxmasının növ sayı isə 3-dür. Çünki sayə əzələ, ennazolaklı skelet əzələsi və ennazolaklı ürək əzələsi. Birinin üstünə 3 gəldikdə cavabımız onda 4 edər. Yəni cavabımız A olar. Cədvələ əsasən x, y ifadəsinin minimum qiymətini tapın. Minimum qiymət dediyinə görə biz bunu eyni yumurta əkizi götürərik ki, minimum qiymət alaq. Döl sayı əgər 5-dirsə, yəni bir dənə eyni yumurta əkizində çift olacaq, amma göbək ciyəsi sayı elə dölün sayı qədər olacaq ki, o da cavabımız 6-ya bərabər olmuş olacaq. 10 yanlış cavabı seçin. Birinci uşaqlıq borusu göstərilmişdir, ikinci uşaqlıq, üçüncü isə yumurtalıq göstərilmişdir. 2-də həm rüşeym, həm də dölə rast gəlinir. Doğrudur. 3 yumurta hüceyrənin tam yetişdiyi yerdir. Fikri yanlışdır. Biz bilirik ki, yumurta hüceyrənin tam yetişdiyi yer yumurta borusu olacaq. Şəklə əsasən verilənlərdən hansı doğrudur? A dişləri 12 yaşdan çıxır, xeyr 16 yaşdan çıxır. C dişləri hər iki tərəfdən öz diş növü ilə qonşudur. C dişi köpək dişidir, bu fikir yanlışdır. A dişləri ağız boşluğunda 2 dəfə çıxır. A dişləri 2 dəfə çıxmır, ömründə bircə dəfə çıxır. B dişləri süd dişlərində olmur, fikri yanlışdır. D dişləri hər iki tərəfdən öz diş növü ilə qonşu ola bilər. Bəli, bu doğrudur. Çünki ortadakı 2 dənə diş öz diş növləri ilə qonşu olacaq. Vitamin mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlik homosisturia xəstəliyidir. Bitki heyvan mənşəli qidalar qızdırıldıqdan sonra tərkibində bərabər miqdarda cəmi 240 mg B qrupu vitaminləri qaldı. Yəni 120 mg burada, 120 mg isə burada qaldı. Qızdırılmadan öncə qidaların tərkibində maksimum cəmi neçə milliqram B qrupu vitamini olmuşdur. Biz bilirik ki, bitki mənşəli qidalar bişirildikdə 20% itirilir, tərkibində 80% qalmış olur. Heyvan mənşəli qidalar isə tərkibində deməli bişirildikdə 15-60% itirmiş olur. Və bizə də öncə qidaların tərkibində maksimum cəmi neçə milliqram B qrupu vitamini olmuşdur soruşulur. Gəlin hesablayaq. Baxıram ki, əgər bitkinin tərkibində 120 milliqram 80% idisə, bəs 100% nə qədər olacaq? Bu zaman ixtisar apardıqda 8 ilə 80 ilə daha doğrusu 8 ilə 120-ni ixtisar apardıqda 4-ə ixtisar apararam 2, 4-ə ixtisar apararam 30 qalar. Sonra 30-da bu da 150 etmiş olar. 150 milliqram. Sonra isə bizdən 120 milliqramımız 15-60%. Əgər mən 85 götürsəm, 120 85-ə bölündüyünə görə az rəqəm olacaq
maksimum rəqəm tapmaq üçün mən 60% itki ilə, yəni 120 əgər 40%dirsə, 100-üm neçə faizdir? Bu şəkildə tapsam daha maksimum qiymət almış olaram. Və 40 ilə ixtisar getdikdə cavabımız 300 mq olacaq. Və 300 mq ətdə əvvəl var imiş, 150 mq isə var imiş nədə? Bitkinin tərkibində. 300-ün üstünə də 150 gəldikdə bərabərdir. Cavabımız 450 mq etmiş olacaq ki, bu da cavabımız da C variantıdır. Növbəti suala baxırıq. Şəkildə 2 rəqəmi ilə göstərilən damarlarda olan bir eritrosit 1 nömrəli damara gələnə qədər aşağıdakı orqanların hansından mütləq keçər? Biz bilirik ki, 2-dən çıxıb qayıdıb 1-ə gələnə qədər hansı damarlardan keçər? Böyrəkdən çıxan qan qaraciyərə getməyəcək. Qaraciyərə tək orqanlardan gedən, yəni vena damarları daxil olmuş olur. Sonra hardan keçməyəcək? Böyrəyin özündən keçməyəcək. Bizdən də mütləq keçər deyirsə, bir ürəkdən, çünki ürəyin venoz qan aparıldığına görə ürəyin sağ hissəsinə gedəcək. Oradan isə təmizlənmək üçün ağciyərə göndərilmiş olacaq. Yəni ki, 1-2 cavabımız 16-da C variantı edər. Sxema əsasən X, Y, Z maddələrini müvafiq olaraq müəyyən edin. Biz bilirik ki, ağızda parçalanmayıb, mədə və nazik bağırsaqda parçalanan zülaldır. Sonra baxırıq ki, nə ağızda, nə mədədə parçalanmır, amma nazik bağırsaqda parçalanırsa, bu bitki yağıdır. Sonra baxırıq ki, Z maddəsi əvvəl ağızda parçalanıb, mədədə parçalanmayıb, sonra nazik bağırsaqda parçalanıbsa, bunlar karbohidratlardır. Yəni zülal, yağ və karbohidrat cavabımız D variantıdır. Nefronun tərkib hissəsinə aid deyildir. Baxın, şəkildə həm 1 göstərilib, həm 2 göstərilib. Əgər 1 qədəhə bənzər kapsulun içərisində kapilyar yumağı göstərirsə, 1 aid deyil. 2 yəqin ki, qədəhə bənzər kapsuldur, bu aiddir. 3 nefronun tərkib hissəsidir. 4 henlə ilgəyi tərkib hissəsidir. 5 onun tərkib hissəsidir. 6 isə, belə deyək də, 6 isə toplayıcı kanaldır, aid deyildir. 1-6 olmalıdır. Cavab variantlarında yoxdur. Şəklə əsasən yanlış variantı seçin. İkincinin mayi tərkibində amin turşusuna rast gəlinə bilər. Bəli, mədədə biz bilirik ki, zulallar pepsin və ximozin zulalın parçalanmasında iştirak etmiş olur. Sonra bizdən yanlış cavabı istəyir. Qaraciyərin ifraz etdiyi maddə 3-də toplanır. 3 ilə bu hissədə yerləşən öd göstərildiyinə görə doğrudur. 5-ci karbohidrat mübadiləsində həm xaricili, həm də daxili sekresiya vəzi kimi fəaliyyət göstərir. Bəli, mədə-altı vəzi daxili sekresiya vəzisi kimi insulin, glikagon, xarici sekresiya vəzi kimi isə amilaza iştirak etmiş olacaq. 4-də bitki yağlarının parçalanması başlayır. 4 nazik bağırsaq olduğuna görə doğrudur. 12 barmaq bağırsaq göstərilmişdir. Birinci orqan qanı sidik cövhərindən təmizləyir. Yox, elə qanda sidik cövhərinin miqdarını artıran qaraciyər olmalı idi. Yanlış cavab Y variantı olacaq. Qrafika əsasən doğru cavabı tapın. Baxırıq ki, Z nə ağızda, nə mədədə parçalanmır, yalnız nazik bağırsaqda parçalanır. Deməli, bu nədir? Bitki yağıdır. Sonra Y-ə baxıram ki, ağızda parçalanır, mədədə sabit qalır, sonra nazik bağırsaqda. Deməli, bu nədir? Karbohidratdır. Növbəti dəfə baxıram ki, ağızda parçalanmır X, amma mədə ilə nazik bağırsaqda parçalanır. Deməli, X-imiz nəymiş? Zülal imiş. Bizə deyir ki, X maddəsi əsas enerji mənbəyidir. Bizdən doğru cavabı istəyir. Bu yanlışdır. Tuş və qələvi mühitdə parçalanır. Y karbohidratdır. Mədədə parçalanmadığına görə tuş mühiti yanlışdır. Z maddəsi bitki yağı, süd zülalı ola bilər. Fikri səhvdir. Tapdıq ki, bitki yağı ola bilər. X maddəsi biopolimer deyildir. Zülaldır. Biopolimer olduğuna görə bu səhvdir. Y maddəsinin monomerləri monosaxariddir. Doğrudan da Y-imiz karbohidrat olduğuna görə monomer monosaxarid olacaq. Fikri doğrudur. Sağlam qadın orqanizmində hamiləliyin hansı mərhələ və ya mərhələlərində sarı cisim hormon sintez edər? Biz bilirik ki, başlanğıc mərhələdə də, sarı cisim rüşeyin mərhələsində də, hətta cift əmələ gəlib hormon ifraz edənə qədər döl mərhələsində də hormon sintez etməyə başlayır. Yəni 1, 2, 3 cavabımız Y variantı olar.
Şəklə əsasən yanlış fikri göstərin. 1 ilə uşaqlıq borusu, 2 ilə uşaqlıq, 3 ilə yumurtalıq göstərilmişdir. Və bizdən də yanlış ifadəni istəyir. Normal hamiləlik zamanı 2-də yumurta hüceyrə rast gəlinər. Axı söhbət normal hamiləlikdən gedirsə, uşaqlıqda yumurta hüceyrənin nə işi var? Ona görə də elə səhv cavab A variantı olacaq. Sarı cisim 3-də əmələ gəlir, bəli, yumurtalıqda əmələ gəlir. Hamiləliyin rüşeyin mərhələsi 2-də başlayır. Bəli, bu da rüşeyin mərhələsi, yəni dövrü nəzərdə tutmuş olur. Folikullar yumurtalıqda yaranır. Yumurta hüceyrənin tam yetişdiyi yer 1-dir, yəni yumurtalıq borusudur, doğrudur. Aşağıda sağlam qadının normal postembrional inkişaf dövründə baş verən sarı cisim fazalarının müddətinin onun yaşından asılı qrafiki verilmişdir. Qrafikə əsasən X-in maksimum qiymətini tapın. Mayalanma baş verməyib, aybaşı siklinin davam etmə müddəti 28 gün davam etməlidir. Biz bilirik ki, bir ayda sarı cisim fazası 14 gün davam edir. Əgər bunu 14-ə bölsək, 45-in içində 14 3 dəfə, 42, sonra 35-in içində 2 dəfə, 28 yazaram və 70-in də içində olar 5 dəfə. Yəni etdi 325 ay. Biz də bilirik ki, 28 gündən bir aybaşı siklində 1 il hər aydan 3-4 gün artıq olduğuna görə 1 ili 13 ay kimi götürərik. Bəs 325 ay nə qədər il etmiş olar? 325-i bölərik 13-ə. İçində baxırıq ki, 2 dəfə 26, 65-in içində isə 5 dəfə 25 il. Yaxşı, bizdən maksimum neçə yaşı olar deyirsə, qızlar bilirik ki, 10-12 yaşında cinsi yetişkənliyə çatır. Maksimum yaş istəyir deyə 12-nin üstünə 25 gələrəm. Bərabərdir 37. Cavabımız D variantı olar. Sonra keçirik 24-cü sual. Aşağıdakı cədvəldə bir xəstəyə verilən vitaminlər nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Baxaq ki, hansı vitamini doğrudan da bu hansı xəstəliymiş ki, vitamini verdikdə də sağalır. Deməli, buradan və buradan yola çıxaraqdan baxıram ki, A, C, K vitaminlərindən hər hansı biri bu xəstəliyə çox yaxşı gəlibdir. Və baxıram ki, burada A, D, Y heç biri təsir eləməyib və xəstəlik sağalmayıbdır. Deməli, buradan A-nı çıxaram. Sonra baxıram D. Məsəl üçün D veriblər, sağalmayıbsa, deməli burada D təsir etməyibdir. Sonra Y-ni veriblər, burada təsir etməyibsə, deməli burada da Y də təsir etməyib. Demək ki, baxın, K-nı verəndə təsir etməyibsə xəstəliyə, demək ki, burada K da deyilmiş. Baxırıq ki, yalnız hər ikisində də C qalır və C skorbut xəstəliyinə qarşı belə əziyyət çəkən insana müsbət təsir göstərilmiş. Verilən sınaq şüşəsinin hansı və hansılarında kimyəvi həzm baş verər? Mədəyə, yəni ət, zulal veriblər. Kartof nişasta veriblər, nişasta. Aha, bir də ki, yağ. Biz bilirik ki, mədə şirəsi pepsin, ximozin, zulalı parçalaya bilir. Tüpürcək şirəsində amilaza nişastanı parçalaya bilir. Mədəaltı vəzidəki bitki yağlarını parçalaya bilir. Kimyəvi həzm demək ki, hər üçündə də baş vermiş olacaq. Hansı istiqamətdə maddələrin çevrilməsi mümkündür? Biz bilirik ki, yağlar və karbohidratlar zülala çevrilə bilmir. Yəni 2 doğru deyil, 6 doğru deyil. Qalan 1, 3, 4, 5 isə doğrudur. Yetkin insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayının öz diş növü ilə qonşu olmayan dişlərin sayına olan nisbəti necədir? Gəlin baxaq. Yuxarıda şəkil göstərilmişdi bizə. Baxaq burada öz diş növü ilə qonşu olan. Baxırıq ki, ortada 2 dənə kəsici diş, alt çənədə 2 dənə kəsici diş. Kənarda isə 2 dənə böyük ağzı dişi, 2 dənə böyük ağzı dişi. Yəni alt çənədə 6 dənə və bilirik ki, üst çənədə də 6 dənə öz diş növü ilə qonşu olan dişlərin cəmi olacaq 12 dənə. Düzdürmü? İndi baxırıq növbəti dəfə öz diş növü ilə qonşu olmayan dişlərin sayının cəmi. Baxırıq, buradan bir dənə köpək, buradan da bir dənə köpək. Alt çənədə 2 dənədir və üst çənədə də təbii ki 2 dənə olacaq. Bunların cəmi də edirmi? 4. 12-nin 4-ə nisbəti edəcək 3-ün 1-ə nisbəti. Və cavab variantımıza baxırıq ki, 3-ün 1-ə nisbəti varmı?
var. Cavabımız 27-də A variantı olacaq. Bağırsaqdan qana sorulan qida maddənin ilk gəldiyi orqan, qidalı maddənin ilk gəldiyi orqan təbii ki, qaraciyər olacaq ki, qan gəlib toksinlərdən təmizlənsin. İnsan dondurma yedikdən sonra mütəmadi isti kofe içərsə, ilk zədələnən hissə hansı rəqəmlə işarələnibdir? Təbii ki, birinci mina qatı zədələnmiş olacaq və dondurma yeyən kimi mina qatı çatlamağa başlayacaq. Hətta onun arxasından isti bir kofe içəndə də ümumiyyətlə çatlayacaq. 30. Cədvələ əsasən x plus y ifadəsinin qiymətini tapın. Özü də ki, minimum qiymətini istəyir. Minimum istəyən kimi demək ki, biz bunu eyni yumurta əkiz edək ki, minimum olsun. 3 bölün cift sayı 1 olar, göbək ciyəsi sayı 3 olar. Bunun cəmi isə 4-ə bərabər olar. Şəkildə baxırıq ki, ciftlər ayrıdır. Deməli, bu ayrı yumurta əkizləridir. Ayrı cinsli ola bilərlər, təbii ki, ola bilərlər. Ayrı yumurta əkizləridir. Mütləq eyni cinsli olacaqlar deyə bir şey yoxdur. Əmələ gəlmələrində 2 ədəd qamçılı qamet iştirak edibdir, düzdür. Əmələ gəlmələrində cəmi 2 ədəd qamet iştirak edib, xeyr, 4 ədəd qamet iştirak edər. Çünki ayrı yumurta əkizləridir. Bir ciftin daxilindədir fikri də yanlışdır. Çünki baxırıq ki, 2 dənə cifti var, bu fikir də yanlışdır. Bizdən yanlış fikirləri istədiyinə görə 2, 4, 5 cavab C variantı götürərik. 32-ci suala baxırıq. Acıq bağırsaq. Nazik bağırsaq ibarətdir 12 barmaq, acı, qalça. Yəni ki, elə 12 barmaq bağırsaqla qalça bağırsağın arasında yerləşəcək. İnsanın öd hissəsindəki öd ilk olaraq həzm kanalının hansı hissəsində olur? Təbii ki, 12 barmaq bağırsaq hissəsində öd ilk olaraq olacaq. Aybaşı siklinin hansı faza və ya fazalarında folikulların yetişməsi prosesi gedir? Biz bilirik ki, folikul yetişir, 14-cü gün ovulyasiya olur. 14-cü gündən sonra isə sarı cisim fazası başlayır. Yəni, sarı cisim fazasında folikulların yetişməsi baş vermiş. 1 ilə 2 aybaşı fazası və aybaşdan sonraki fazada baş verəcək. Yəni, 34-də cavabımız A olacaq. Verilənlərə əsasən aşağıdakı fikirlərdən hansı yanlışdır? Bir nömrəli orqanda sidik çöfərə əmələ gəlir. Fikri doğrudur. Çünki qaraciyərdə əmələ gəlir, böyrəkdə təmizlənir. 5 nömrəli orqanda öd sintez olunur. Təbii ki, öd burada sintez olunmur. Qaraciyərdə sintez olunur. Axacaq vasitəsilə ödə göndərilir, orada toplanılır. 4 nömrəli orqanda həm hormon, həm də ferment sintez olunur. Bəli, doğrudur. Çünki qarışıq sekresiya vəzidir, mədə-altı vəzi. 3 nömrəli orqanda ferment sintez olunur. Bəli, məsəl üçün divarında xarici sekresiya vəzləri bərabər, şirə ifrazı ilə bərabər, həmçinin fermentdə sintez olunmuş olur nazik bağırsaqda. 2 nömrəli orqana simpatik və parasimpatik sinirlər gəlir. Belə deyək, 2 nömrəli orqana doğrudur. Həmin onun işini sürətləndirmək üçün parasimpatik, zəiflətmək üçün isə parasimpatik sinirlər gəlmiş olacaq. İnsanda sidik vasitəsilə zülal qanın formalı elementini itirirsə, bunun ən çox ehtimal olunan səbəbi əlbəttə ki, ilk süzülmədə demək ki, qədəhə bənzər kapsulanın daxilində kapillər zədələnməsi baş verib ki, bu prosesdə süzülmə zamanı zülal da keçir, qanın formalı elementi də keçir. Yəni, bunun səbəbi kapillərin zədələnməsi olacaq. Doğru mülahizələri seçin. Hamilə qadın orqanizmdə cift müvəqqəti daxili sekresiya rolunu oynayır fikri doğrudur. 7 ay yox, 6 ay hormon ifraz edir. Folikulun yerində yaranan qarışıq sekresiya vəzisidir fikri səhvdir. Bu fikir yanlışdır. Bu fikir yanlışdır. Göbək ciyəsi vasitəsilə dölə birləşir. Fikri doğrudur. Əmələ gəldikdən sonra döl dövrü başa çatır. Əmələ gəldikdən sonra döl dövrü yox, rüşeym dövrü başa çatmalı idi. Ona görə cavabımız 1, 4, Y variantı olacaq. Şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? Baxırıq ki, bizə deyir ki, 2-də karbohidrat parçalanır, ağızda karbohidrat parçalanır. Yəni, onsuz da baxaq, 2 ağız deyil axı, 2 mədədir. Yəni, mədədə də biz bilirik ki, 2 burada mən elə bildim 1-dir. 2-də karbohidrat parçalanır deyir. Mədədə karbohidrat ümumiyyətlə parçalanmır. Sonra 4-də, yəni qaraciyərdə qlikozanın artığı glikogenə çevrilir fikri tamamilə doğrudur.
Sonra 3-də selulozanın bakterial parçalanması baş verir. 3 nazik bağırsaqda söhbət yoğun bağırsaqdan getməli idi. 1-də süd yağları parçalanır. 1 ağızdır, oradan ancaq karbohidrat parçalanır. 5 turş qida hurrasını neytrallaşdırır. 5-ə baxırıq ki, orada yox, nazik bağırsaqda öd turş qida hurrasını neytrallaşdırırdı. Gəldik 39-cu suala. Hamiləliyin 8-ci ayında olan 2 ana həkim müayinəsindən keçdi. Neçənci ayındadır? 8-ci ayında. Doppler cihazı vasitəsilə ultrasəs müayinəsi zamanı hər iki ananın uşaqlarında olan əkiz uşaqların yalnız birinin somatik hüceyrəsində 24 xromosom müxtəlifliyinin olduğu müəyyən edildi. Uşaqlar, baxırıq ki, burada eyni yumurta əkizlərdir. Burada müxtəlif yumurta əkizlərdir. Yalnız birində 24 xromosom müxtəlifliyi oldusa, burada oğlandan söhbəti gedir. Deməli ki, müxtəlif yumurta əkizlərinin biri oğlandır və 24 xromosom müxtəlifliyinə malikdir. Çünki eyni yumurta əkizlərinin həmişə cinsi eyni olur. Yəni bir dənəsi ola bilməz ki, oğlan olsun, digəri qız olsun. Amma burada bu oğlan olacaq, bu isə qız olmuş olacaq. Baxaq, bir əmələ gəlməsində 4 qamet iştirak etmişdir ayrı yumurta əkizlərinin. Cift sayı döl sayına bərabərdir ayrı yumurta əkizlərində. Göbək ciyəsi sayı döl sayına bərabər olur. Göbək ciyəsi sayı döl sayına bərabər olur. Təbii ki, hər ikisində də. Yəni fərqi yoxdur. Bu eynidir, müxtəlifdir. Döl sayı cift sayından çoxdur. Təbii ki, eyni yumurta əkizlərində. Cinsiyyətçi eynidir. Bu da eyni yumurta əkizlərində. Cavabımız 1, 2, 2-də 4, 5, 3-də isə 3 olacaq. Yəni cavabımız A-dır. Aşağıdakı sxemdə sağlam bir insana aid nefronun hissəsi verilmişdir. Sxemə əsasən verilən fikirlərdən hansı yanlışdır? 4 nömrəli hissədə qan zülalına rast gəlinməz. Biz bilirik ki, normalda bəli, 4 nömrəli hissədə qan zülalı olmur. 1-3 nömrəli hissədə mayenin tərkibi eynidir. 1 qandır, 3 X sidikdir. Axı bu düz deyil. Yəni qanın tərkibi X sidiyin tərkibində zülal, qanın formalı elementləri olması ilə qan fərqlənmiş olur X sidikdən. 2 nömrəli hissədə qlikozaya rast gəlinər fikri doğrudur. X üzümlər nəticəsində yaranar. 3 nömrəli hissədə sidik cövhərinin miqdarı 5 nömrədəki hissədən çox olur. Səhvdir. Çünki 5 nömrə toplayıcı kanaldır. Ora görün nə qədər neyronlardan sidik gəlir. Təbii ki, burada sidik miqdarı daha çox olacaq. Deməli, cavabımız 2 və bizdən nə istəyirdi? Yanlışdır soruşulur. 2 və 4 olaraq cavabımız olacaq C variantı.